Hanı Lalə? Nə buradadır, nə evə gəlir? Nədir, məndən boşanmaq istəyir, hə? Ne danışsan Eysen? Ne boşanma? Ben hiç imkan veririm ki o senden boşansın. Ama sana bir söz diyeceğim. Lale'nin vəziyyəti hiç hoşuma gelmir. Ben hiç kızımı niye kim böyle görmemişim. Bilirsən, bala dərdi çox çətindir. Biz de yaşamışıq onu. Ona göre deyirəm. Birdən uşağın başına hava zad gəlir. Onu da diyeyim ki, sana da əsəbdə ha. Ha da, neçə dəfə sağ zəng eləyib, demişsən ki, işim var. Neyse, elə ona göre de Lale'ni gönderdi Solmaz'ın yanına. Ona biraz kömək eləsin, başı da qarışsın da. Solmazın yanına? Ha da, Nə qədər qalacaq orada? bilmirəm. Ne kadar istəsə o kadar. Bir dəqiqə deyən ne? O Toğrul var, onların evinə? O Xanlarovların? Ne olsun ki? Yox, olmaz. Xəstəxanada da ismi xoruzlanardı mənim. Xoşum gəlmir mənim o gedədən. Qoymaram orada qalsın. Yok, xalasının yanında olacaq da. Böyük ailədir. Bir külfət adam var orada. Arvad mənim deyir. İmkan vermərəm orada qalsın. Geri bu dəqiqə onu gətirirəm. Ha, bir dayan görüm. Ha bana. Ha, bir dayan görüm. Hara gelsen. Yazıq uşağın qarnı doydu. Hə, nə yaxşı. Yaxşı ki, Laləni gətirdim. Xavər xanım da sevindi, hə? Bəs nə? Solmaz xala. Deyirəm, nəcə bacın qızından Toğrulunu evləndirmirsən, hə? Laləni? Elə şey ola. Lalə ailəli deyə, əri var. Amma eləməmi olar. Niyə də yox? Gül kimi qızdı. Solmaz xala. Hə, Bir kişi gəlib səni çağırır. Deyir Laləgilin atasıyam. bircə anvarlar Məmməd xanın yer əski idi. O da gəldi, oldu tam. Yeməyə bax, gəlirəm indi.
O kimdir? Bu arvad deli məni işlədir. Nə var? Nə olub? Səhərin göz açılmamış. Nə olub yenə? Sənin xəbərin var ki, mən Sadiqi dünən zorla saxlamışam. Hə, dirəşib ki, mən arvadımı orada qalmağa qoymayacam. Qeyrətə gəlib də, yəni. Hı? Braba, pulumu verəcəklər. Kızım, analla kardeş nerededir? Bilmirəm ki. Bəyən yuxarıdaydılar, indi gələrlər. Ya o da geldiler. Sabahınız xeyir olsun. Sabah xeyir. Nuş olsun. Sağ olun. Sağ olun. Başın ağrısı geçti. Hə, keçdi. Şükür keçdi. Lalə xanım. Uşağın sudan anası sizsiniz. Bəli. Lap yaxşı. Qəbul edib gəldiyiniz üçün çox sağ olun. Allah bir daha evladınıza rəhmət eləsin. Çox sağ olun. Siz tanışdınız? Hə ana, tanışıq. Sözün vardı qızım. Bir şey soruşmaq istəyirdim. Nəyə ehtiyacın olsa qızlardan soruş. Mətbəxdəki qızlardan. Yox, başqa bir şey soruşacaqdım. De. Bu uşağın adı nədir? Doğrudan nə? Uşağın adı nə olacaq? Hə? Rəhmətli anası Murad qoymaq istəyirdi. Deyirəm bəlkə atanın adını qoyasan. Ya da babanın adını. Hə? Əgər Gülşən Murad qoymaq istəyibsə, elə Murad olsun. Adıyla büyüsün. Adıyla böyüsün Murat bala. Amin. Amin. Olsun. Nə deyirəm ki? Xeyirlisi. Olmaz. Mənə bax, pulumu verəcəklər. Pulunu alacaqsan. Artıqlaması ilə. Amma daha çoxunu istəmirsən ki. Başa düşmədim. Qohum olmaq. Kim istəməz ki bunu? Nə demək istəyirsən? Açıq de də. Ləman.
Ləmanı düzəldək, toğrula biz də bir al günə çıxaq da. Nə deyirsən bu işə? Mən razı. Lap 550 razı. Lap yaxşı. Amma necə olacaq bu? Mən bu ailənin bütün sirrini bilirəm. Toğrul da qucağımda böyüyüb. Nə yeyir, nə içir, nəyi sevir, nəyi sevmir, hamısını yaxşı bilirəm. Ovucumun içi kimi tanıyıram onu. Bilirsən də, adamın zəif nöqtəsini bildinsə, onu əldə eləmək asan olur. Deməli, sən Ləmana hər şeyi başa salacaqsan. Ləman da onu yoldan çıxardacaq, hə? Sən nə deyirsən bu işə? Vallahi baldız. Mən bir ata kimi qızımın belə işlərə qarışmasına razı olan mərəmax. Bəsdi görüm. Ata olmağın indi yadına düşdü. Hı? Deyirəm baldız. Səndən qorxmaq lazımdır ha. Sən adamı yatan yerdə boğarsan. Yaxşı görüm. Lalə harda qaldın? Narahat oldum. Adı Murad oldu. Rəhmətli anası belə istəyib. Ver mənə. Ləman, yoxla gör qızdırması var. Yox, yoxdur qızdırması. Mən yoxlayanda var idi. Dəqiq. Yoxdur, narahat olma. Yaxşıdır. Ver mənə. Nə olub? Anama nəsə olub? Yox qızım, anan yaxşıdır. Sən narahat olma. Biz atanla sənlə bir şey barədə danışmaq istəyirik. Nə olub? Nəsə olub? Xeyirdir. Qızım, xalanın yaxşı bir fikri var. Xalan nə deyir ona yaxşı-yaxşı qulaq as. Hə? Ləman, uşağın anası öldü axı. Hə. İndi xəbər uşağa ana özünə gəlin axtarır. Bu gəlin niyə sən olmayasan ki? Nə? Dolamısan sən məni? Ay qız, səsini kəs, gör nə deyirəm. Hamımızın halımız göz qabağındadır. Bundan sonra 100 ildə işləsək, didinsək, bir yerə bir şey çıxara bilməyəcəyik. Amma gəldin özün gördün, bunların hər şeyi var. Məsələ pulda var, dövlətdə də deyil ha. Bunların hörmətləri də var. Həyat bir göz qırpımında gəlir, keçir. Anan da dünya gözəli idi. Nə oldu? Əgər ağlını işlətsən, oturub bu evin gəlini olacaqsan. Qadın istəsə, hər şey əldə eləyər. Mən də sənə kömək eləyərəm bu işdə. Hı? Vallahi sizin başınıza hava gəlib. Ay qız, sifət eləməyin. Xalan nə deyirsə, onu yaxşı-yaxşı fikirləş. Nəysə, bir-iki gün fikirləş, sonra qərarını mənə de.
Xavər Toğrulun qoynuna birini tapıb gətirib qoyana qədər mən onun başını qarışdıraram. İndi get. Laləni tək qoyma. Yeri. Allah eləsin sənin bu ağılsız qızın razılaşsın. Necədir mənim balam? Yatırdı ha? Oy, oy maşallah, oy maşallah babası. Yatır. İçir sütten yatır, içir sütten yatır. Adıyla böyüsün. Nenesinin babası. Ah oğlum, nenesi. Buyurun. Çox sağ ol Ayten. Nuş olsun. Təşəkkür edirəm. Sağ ol. Otur otur oğlum otur. Ben de çayımı içip gedirəm ofisdən. Ata sən zəhmət çəkmə, onsuz da mən birazdan ofisə gedirəm. Ay qız, nə edirsən? Bəlkə vacib nəsə söz danışırlar. Mənə onların söhbətləri maraqlı deyil. Maraqlı deyil, onda gəlməyə kömək elə. Gəl. Əmi, ofisə girirsənsə mən də gəlim səndən, ha? Yox. Yaxşı, mən əgər evdə bir ehtiyac yoxdursa, hə, oğlum, nə deyirsən? Məni nəsə var evdə? Yox, narahat olma, ehtiyac yoxdur. Onda deyirəm, bugün bir gedim baş çəkim bələdiyyə seçkilər olacaq. Görüm namizədlərdən kimlər var. Ama oğlu deyirəm, səncə bələdiyyə sədri kim olmalıdır? Hı? Mənə maraqlı deyil. Yaxşı. Ben gittim. Mənə bax. Bu uşağın atası hansıdır? Orada stulda oturan. Budur. Üzr istəyirəm. Ehtiyatlı ol da, körsən. Mən? Senden başka adam var burada. Körsən, ayağının altına bak da boş geldiler. Qudur
Nəsə olub deyəsən. Heç nə. Evin yiyəsi budur deyə az qalır çıxıb cəmaatın başında otursun. Kimdir ki evin yiyəsi? Kim olacaq? Özündən razı Toğrul bəy. Belə görürəm ki, siz Toğrul bəydən qorxmursunuz. Niyə qorxmalıyam ki ondan? Allah vurmuşdu elə onu. Yaxşı, bəs siz kimsiniz? Hə, mən süd analığına gələn qızın bacısıyam. Deyəsən Toğrul bəy haqqında hər şeyi bilirsiniz. Yəni adı dillərdən düşmür də, ona görə. Amma bəzi şeyləri öyrənməmisiniz. Bəsdir də, rəhmətliyin nəvəsi. Səhərdən 20-sini yemisən. Ha, tatlı da. Vaxtım yoxdur, bundan 30-40 dənə saxlayasan, gələndə yeyəcəm yaxşı. Özə pişirəndə bunun üçün yaxşı da olur da. Bu nədir? Mən harama bəs yeyir bu? Bağışlayın Rəhmət müəllim. Sizin üçün bişirmişəm axı. Nə olub az mən? Bu kim oğlanam? Dostu adamım yox, deyə qabağa yedim. Yaxşı, yaxşı. Az özünü təriflə. Al çay iç. İki, üç, 6, 7, 8, 9, 10. Cip 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 cip. Gelin 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 görüm cip 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 cip. Cip 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 cip. Ne yersən? Yumurta var. Yok. Leman ana. Gətirmədim, qaldı orada. Niye ki? Qız qoy biz çatımda. Ne olar, qoy çatımda imkan ver də. Yok evde görüm niye getirmedin? Ne oldu bakı? Cəmilə, Allaha and olsun, keyfim elə sazdı ki, sən ölənlərinin yoru körramada keyfimi. Gəl gedək, mənə bir yaxşı pürrəngi çay ver. Gedək, gəl. Gəl görüm. Düzelen de ölsen usta. Hər Nurlan, nədir, nə istəyirsən? Niyə zəng eləyirsən axı? Belə oldu, niyə zəng eləmişəm? Ay qız, biz sevgiliyik, xəbərin var? Nə sevgili, nə sevgili? Dolamısan məni. Yaxşı da, nə olar? Gəl görüşək də. Heç yerə gəlməyəcəm. Həm də ki, Layla yaxşı deyil, onu tək qoyub gələ bilmərəm. Mən də yaxşı deyiləm, hə? Neyniyək? Darıxmışam sənin üçün. Gəl də, nə olar? Nurlan, bəsdir. Bax, Ləman, Lalə səhərə qədər oyaq qalası deyil ki, düzdür? Aysan, həm də biraz xətrin varsa gəl də. İş yerindəyim, təkəm. Yarım saata görüşək. Yaxşı da, yaxşı. Gələcəm, amma sən də mənə az zəng elə. Yaxşı, öp. Lay lay dedim yatasan, kızıl gülə batasan, kızıl gülün içində şirin yuxu tapasan. Lay lay bişirin lay lay, evim şirin lay lay. Sen yat şirin yuxuda, çekim ki şirin lay lay.
Nəsə olacaq bu uşağa. Səhərdən narahat idi. Mənə bax, Lalə. Mənə bax. Heç nə olmayacaq. Ona heç nə olmayacaq. Yaxşı? Sən içindəki qorxuya görə belə hiss edirsən. Bax, Murad sağlam uşaqdır. Sən də ona çox yaxşı baxırsan. Nə olar, belə şeylər düşünmə artıq. Hər şey yaxşıdır. Yaxşı. Sən elə deyirsənsə elə olsun. Elədir. Narahat olma. Mən gedə bilərəm. Getmədən nə olar? Həm sən də arada yoxlayarsan, görərsən qızdırması var ya yox. Layla Nurlan özündə deyil. Qorxuram ki, bura gəlib özünü də bizdə biabr eləyəcək. Söz verirəm, tez gedib gələcəm. Bəs necə gedəcəksən? Birdən bilərlər ki, getmisən. Həm xala bilsə işdə necə yaxı? Heç kim bilməyəcək. Getdiyimi heç kim bilməyəcək. Tez gedib gələcəm, yaxşı? Ay lay dedim yatasan. Of Nurlan, of yaxşı da yaxşı, gəlirəm. Gəlirəm, yığma. Bağışlayın, bir səhv də olub, xəbərim olmayıb. Necə yəni xəbərin oldu? Sən kimi alırsan? Sizindir bu? Bəli, Toğrul müəllim, bizimdir. Mağazaya gəlib kimsə əşyanın içinə mal qoyur, sənin də güya bundan xəbərin olmur, hə? Vallahi xəbərim olmayıb, Toğrul müəllim. Doğru müəllim? Gical. Doğru buymuş. Mənə vaxt verin, mən öyrənim bunu kim eləyib. Mən necə? Mən neynədim? Mən sənə xəbərdarlıq eləmişdim, Qalib. Bu sənin ikinci şansın idi. Toğrul müəllim, mənə yazığınız gəlsin. Ora mənim çörək yerim. Bəsdir, boş-boş danışma. Adam çörək yediyi qaba tüpürməz. Mən sənə mağazana verdim ki, alnımın təri ilə işlədəsən. Sən neynədin? Hə? Nəysə. Sabah şələşül evi də götürürsən, oranı boşaldırsan. Eşitdin? İndi get gözüm görməsin səni. Yediyi qaba tüpürən alçaq. Ben kaba bir insan değilim. Sadece gerçekleri söyleyebilirim. Ben hayatta sesin bilmez o Ömrəli məktəbin yanı. Əgər dostumuz yes. Gittim Məkkiyə çıxdım. İnsanoğlu gerçekten de garip. Abi siz iki... 300 milyon değerindeki kadro... Ya siz ne yapıyorsunuz? Harda qaldın, gəl də.
Nəsə olub deyəsən. Heç nə. Evin yiyəsi budur deyə az qalır çıxıb cəmaatın başında otursun. Kimdir ki evin yiyəsi? Kim olacaq? Özündən razı Toğrul bəy. Belə görürəm ki, siz Toğrul bəydən qorxmursunuz. Niyə qorxmalıyam ki ondan? Allah vurmuşdu elə onu. Yaxşı, bəs siz kimsiz? Hə, mən süd analığına gələn qızın bacısıyam. Deyəsən Toğrul bəy haqqında hər şeyi bilirsiniz. Yəni adı dillərdən düşmür də, ona görə. Amma bəzi şeyləri öyrənməmisiniz. Kızdırman var senin. Allah'ım yok. Ne olur bakmasın, kızdırmasın. Sabahınız xeyir. Sabahınız xeyir. Toğrul bəy. Üzr istəyirəm. Ne olur sakinleştir, ne olur. Ne olur sakinleştir. Ay Allah, ne olur kızdırmasın, kalkmasın, ne olur. Ay Yaman orada kaldım, ah Yaman. Ayten. Ne oluyor? Biraz uşağa bak. Ben birazdan qayıdacağım, yaxşı. Hara gedirsən ay qız? Ay Lalə. Dəli deyil, nədir bu qız? Ara belə. Uşaq hanım? Uşaq otaqdadır. Mən də tez anamgilə dəyib qayıdacağım. Uşağı belə qoyub getmək olmaz axı. Mən indi ona süd verib yatızdırmışam. Sənə deyirəm ki, belə eləmək olmaz. Uşaqdan vacib nə işin ola bilər sənin? Mənə də deməmsən. Solmazın xəbəri var? Hə, heç kəs üçün demədən çıxıb gedirsən, hə? Ağıllısan da. Bu evin öz qaydaları var. Burada yaşayırsansa bu qaydalara əməl eləməlisən. Qulağından sırğı elə az. Gözün də yaşın sil. Get uşağın yanına. Görürsən necə yaşayırlar? Sən hələ fikirləşirsən?
Yox. Mən artıq qərarımı vermişəm, xala. Toğrula ərə gedəcəm. Ne oldu ay balam? Niye ağlıyorsun? Ağla kurban seni. Ne olur? Yaxşısan sen? Ay kız al uşaq sakitləşdir. Al çatladı da uşaq. Al sakitləşdir. Can ne olur sakit ol, narahat olma. Narahat olma balam. Yaxşı olacaksan sakitleş balam. Narahat olma. Ay Allah ben neyniyim ah. Neyniyim ben kızdırması düşmür uşağı. Can kızım güzelim ne olur. Ne olur sakitleş. Ne oldu be sana? Niye ağlıyorsan? Ay kız yaxşı sakitləş. Ne oldu baxı? Al uşağı sakitləşdir. Al götür, özün də sakitləş. Ben bacarmayacağım. Denen başka birini tapsın. Ay kız, hara gedirsən? Ay Lalə. Xavər xanım bilsə səbləşəcək. Hə, sənət var yadımdan çıxıb. Onu götürüb gəlirəm. Sən cəmaatı yığıcılaç otağına. Yaxşı oldu. Lalə. Oğlum. Yaxşısan? Ben bacarmayacağım. Öz balama bakabilmedim. Murat'a da bakabilmeyeceğim. Lalə. Elə demə, hər şey yaxşı olacaq. Xahiş edirəm, get. Sənə ehtiyacım var. Məni tək qoyma.